mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Vaxundov adına kitabxanaya gəlmişik. Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yerdir. Mənəviyyat mənbəyidir, bilik mənbəyidir, zəka mənbəyidir. Ona görə kitabxanaya daima hörmət xalqımızın mədəniyyətinin nümayiş etdirən bir faktorlardan biridir. Mən vaxtilə də bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bugün bu kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplaşmış kitab fonduna öz hörmətimi, öz mərhəmətimi bildirmək istəyirəm.